xanımlar və cənablar, hamınızı salamlayıram. Vüsal müəllim, sizə dərin təşəkkürümüzü bildiririk, həmçinin rəhbərlik etdiyiniz quruma ki, ictimai təşkilatları bu müzakirəyə cəlb edir. Əslində, bu çox vacib məsələdir. İctimai təşkilatlar vətəndaş cəmiyyətini təmsil edir. Onlar bir növ bu rəqəmsallaşma prosesinin yekun istifadəçiləridir. Onların burada iştirakı həmçinin müəyyən çağırışları, istəkləri də bildirmə imkan verəcək. Digər tərəfdən də biz assosiasiya olaraq həm də sənayeni təmsil edirik. Və rəqəmsallaşma prosesi bütün hallarda dövlət qurumları özləri tərəfindən deyil, fərqli texnoloji şirkətlər tərəfindən həyata keçirilir. Bu da çox önəmlidir ki, onlar bu prosesdə iştirak eləsinlər. Və bizim assosiasiya bugün 60-dan çox üzvü ilə, 100-dən çox ekspert ilə düşünürəm ki, bu prosesə həqiqətən ciddi töhfə vermiş olacaq. Digər tərəfdən sənayenin bu prosesdə iştirakının başqa bir vacib məqamı ondan ibarətdir ki, sənayenin bir yaddaşı var. Bu yaddaş bir 20 ilə 30 ilə söykənir, hansı ki, rəqəmsallaşma prosesinə əlaqədar olaraq bir çox layihələr bugünəcən həyata keçirilib. Orada müsbət, hər hansı bir dərs kimi çıxarılmış bir nəticələr, bir çox məqamlar var ki, onların indi də nəzərə alınması çox vacibdir. Çünki rəqəmsallaşma bugün başlamır. Bu sadəcə olaraq cənab prezident tərəfindən bugünkü günün trendlərinə uyğun olaraq, dünya trendlərinə uyğun olaraq bunun bir növ yenidən canlandırılması, istiqamət verilməsi kimi bir proses kimi biz bunu başa düşürük. Bu səbəbdən hesab edirəm ki, sənayenin burada rolu çox vacib olmalıdır. Digər tərəfdən kiber təhlükəsizlik mövzusu haqqında danışsaq, kiber təhlükəsizlikdə 20-ci ildən etibarən və xüsusən Qarabağ müharibəsindən sonra bir çox institusional dəyişikliklər baş verib. Biz qurumlar arasında səlahiyyət bölgüsünü açıq şəkildə görmüşük və indi son hadisələr, son qəbul edilmiş qərarlarda bunun necə prosesə təsir göstərəcəyi haqqında danışacağam. Yekun olaraq sənaye haqqında onu deyim ki, bugün artıq kiber təhlükəsizlik sektoru yalnız dövlətin özünü təmin etdiyi bir sektor deyil. Və burada artıq bilavasitə kiber təhlükəsizlik şirkətləri, hansılar ki, bir 5 il bundan öncə demək olar ki, 1-2 bir şirkət var idi ki, bu işlə məşğul idi. Bugün artıq onların sayı 20-yə çatıb. Və bunlar bilavasitə kiber təhlükəsizliklə məşğuldurlar. Bir çoxlarının yalnız işi kiber təhlükəsizlikdir və bu çox vacib məqamdır. Və digər bir qəbul olmuş qərar var idi ki, kritik informasiya infrastrukturlarında bilavasitə kiber təhlükəsizlik üzrə ixtisaslaşmış şirkətlər fəaliyyət göstərsin. Və bunlara bir status da verildi, kritik informasiya infrastrukturlarının kiber təhlükəsizlik provideri statusu. Və bunlar özəl şirkətlərdir, bunlar xüsusi yoxlamalardan keçmiş, Azərbaycan vətəndaşlarının çalışdığı və yaxud da ki, və yaxud deyil, yəni bilavasitə rəhbərlik etdiyi bu qanunun tələbləridir. Bu kimi şirkətlərdir ki, onlar bu prosesə artıq rəsmi şəkildə cəlb olunurlar və bu bir növ dövlət özəl tərəfdaşlığın bir böyük nümunəsidir ki, real olaraq fəaliyyət göstərir və biz onları görürük, çünki onlar bizim üzvlərdir. Onların sayı çox deyil, amma bu bir açıq prosesdir. Yeni şirkətlər də bu prosesə qoşulacaq. Və bu çox maraqlı, dövlət özəl tərəfdaşlığın yaxşı nümunəsi kimi düşünürəm ki, tətbiq edilməli, təşviq edilməlidir. Digər tərəfdən mən institusional inkişaf barədə söylədim. Son illər biz görmüşük ki, dövlət qurumları arasında müəyyən vəzifə bölgüsü, səlahiyyət bölgüsü var kiber təhlükəsizlik mövzusunda. Və burada hörmətli həmkarlar da buradadır. Tutaq ki, dövlət qurumlarına münasibətdə xüsusi rabitə informasiya təhlükəsizliyi dövlət xidməti, kritik infrastruktura münasibətdə dövlət təhlükəsizlik xidməti, mərkəzi bank, maliyyə sektoru üzrə bütün qurumlara səlahiyyətli olaraq bir bölgü var idi. Amma digər tərəfdən bu qurumlar arasında kommunikasiya və bir balaca kənarda qalmış özəl sektor, vətəndaş cəmiyyəti, onun tənzimlənməsi kimi məqamlar 2 iyun tarixli cənab prezidentin fərmanı ilə bir növ bu istiqamətdə hər hansı bir çatışmazlıqlar varsa, onlar aradan qaldırılıb. Bir deyək ki, mükəmməl bir institusional mühit formalaşdırılıb. Bu, Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradılması və əvvəlki qurumun dəyişikliyi nəticəsində baş verib və artıq bu qurumlar arasında bir vahid kommunikasiya mexanizmi olacaq. Bu çox vacibdir. Biz özümüz də mütəmadi olaraq bunu müşahidə edirdik ki, bəzən qurumlar arasında kommunikasiya zəif olur və bizim üçün çox vacib olan məqam ondan ibarətdir ki, biz görürdük ki, özəl sektorun, bu qeyri-texnoloji özəl sektordur. Özəl sektorun rəqəmsallaşma və kiber təhlükəsizliklə bağlı problemləri var, ciddi problemləri var.
və bir çox hallarda görürdük ki, hər hansı bir dəlduzluq halları fərdi məlumatlarla əlaqəlidir. Hər hansı bir fərdi məlumatlar hardasa sıza bilər və kiber qruplar onlardan istifadə edilir və bunların nəticəsində vətəndaşlara hər hansı bir hücumlar baş verir. Və bu istiqamətdə də hesab edirəm ki, agentliyin üzərinə qoyulmuş, özəl sektoru əhatə eləsin, orada tənzimləməni formalaşdırsın, fərdi məlumatlar baxımından qanunvericilik təkmilləşir, onun tətbiqi sərtləşdirilsin və bu hesab edirəm ki, bir neçə müddətdən sonra həqiqətən nəticə verəcək və müşahidə edəcəyik ki, özəl sektorun kiber təhlükəsizlik baxımından biraz güclənməsi baş verəcək. Çünki özəl sektorun səmimi deyim ki, bu istiqamətə nə resursu var, nə maliyyəsi var və bir çox hallarda görürük ki, onlar bir balaca aciz qalırlar bu prosesdən. Həqiqətən bura dəstəyə ehtiyac var. Çünki yekunda onlar formalaşdırır bu iqtisadi dəyəri, iqtisadi artımı. Amma indi onlar da bir paradoksal bir prinsip var burada. Rəqəmsallaşma artdıqca kiber təhdidlər də artır. Və onlar da mütəmadi olaraq bu kiber təhdidlərlə üzləşirlər. Hesab edirəm ki, onlar bir ciddi dəstəyə həqiqətən ehtiyac var. Və sonda fikrimi onunla başa çatdırmaq istəyirəm ki, süni intellekt haqqında çox danışılır. Süni intellekt bizi texnoloji bir sahənin nümayəndələri kimi maraqlı, məhsuldarlığı artıran bir yüksək səviyyədə artıran bir alət kimi biz bunu görürük, müşahidə edirik. Fərqli dünya IT şirkətlərinin, texnoloji şirkətlərin hesabatlıqlarına baxanda başa düşürük ki, onlar artıq süni intellekti gündəlik iş fəaliyyətlərinə inteqrasiya ediblər. Digər tərəfdən də kiber təhlükəsizlik sahəsinin təşkilatı kimi, vətəndaş cəmiyyətinin nümayəndəsi kimi görürük ki, bu təhdidlər yaradır. Bu həm etik təhdidlər yaradır, həm insanlara qarşı hər hansı bir hüquqi təhdidlər yaradır və bu istiqamətdə də həqiqətən ayrıca müzakirələrə çox ciddi şəkildə ehtiyac var və sonda maarifləndirməyə xüsusi diqqət ayırmaq istəyirəm. Bu ildən biz Elm Təhsil Nazirliyi ilə də birlikdə regionlarda kiber təhlükəsizlik maarifləndirməyə diqqət ayırmağa başlamışıq. Bizim qərb regionumuzun və o regionda olan insanların həmən sərhəd ölkələri ilə kommunikasiyasında kiber təhlükəsizlik çox vacib məqamdır. Və bir çox hallarda biz görürük ki, insanların müəyyən mənada hazırlıqsızlığı var. Və biz indi araşdırma aparırıq, sorğular aparırıq və bu çatışmazlığı real olaraq müşahidə edirik. Və bu istiqamətdə fəaliyyət planımızda hər hansı bir məqamların nəzərə alınması, maarifləndirmənin genişləndirilməsi, burada uyğun bir metod tapmaq lazımdır. Çox vacib məqamlardan biridir. Çox sağ olun, bir daha təşəkkür edirəm.